Deməli, artıq qalma məsələsində bizə nə göstərilir, nə bildirilir? Baxın, tutaq ki, sizə verilib SO2, üzərinə gəlinib oksigen, alınıb SO3. 2 mol buradır, 2 mol isə buradır. Bu məsələdə elə bir zəminləyin ki, başlanğıc maddələrdən ikisinin də molu verilib. Məsəl üçün, bura 6 mol verilib, bura isə 5 mol verilib. 6 mol və 5 mol verilib. Deməli, bu tip məsələlər işləyən zaman, əgər başlanğıcda ikisinin də molu verilərsə, məsələni az olana görə işləyirik. Bu o demək deyil, 6 mol, 5 mol, 5 mol daha azdır, biz bunu götürəcəyik. Xeyr, belə bir şey yoxdur. Sadəcə olaraq SO2-nin altında yazılır 2 mol, oksigen qarşısında yazılır 1 mol. Niyə? Bu 2 moldur, bu isə 1 moldur. Biz bunu qeyd elədik. Baxın, buraya 2 moldur, buraya isə oksigen qarşısı 1 olduğu üçün 1 moldur. İndi nə edirik uşaqlar? Baxın diqqətlə. Bu 6 molu bölürük 2 mola. Bu 5 molu bölürük 1 mola. 6-nı 2-yə böləndə 3, 5-i 1-ə böləndə 5. Hansı daha azdır? 3 yoxsa 5? Əlbəttə ki, 3 daha azdır. Ona görə də oksigen çox oldu burada. Oksigenin 5 mol oksigeni yazıram kənarda. Yəni bundan nə edəcək uşaqlar? Artıq qalır. Bundan artıq qalır. Tənasibi qururam. 2 mol oksigenə 1 mol 2 mol SO2-yə 1 mol oksigen qazı düşürsə, bəs 6 mol kükürt qazına, yəni SO2 qazına nə qədər düşər? X qədər. X-i buradan hesablayanda biz bilirik ki, X-imiz olacaq 3 mol. Amma bizim əlimizdə oksigen neçə mol idi uşaqlar? 5 mol. 5 moldan 3 molu çıxırsın, yerdə qalır 2 mol nə? Artıq. Artıq oksigen, artıq qalır. 2 mol oksigen nə edir? Artıq qalır. 3 molu reaksiyada məsələdə sərf olundu. Aydınmı? Əgər başlanğıc maddənin ikisinin də molu, ikisinin də qramı, ikisinin də həcmi verilərsə, öz mollarına, öz qramlarına, öz həcmlərinə bölürsünüz ki, az olanı tapmaq üçün. Bəs burada SO2 bir Y yazaq. Bəs bu Y məhsulu necə tapacaq? Məhsul az olana görə tapılır. Artıq qalanla məsələ işlənilməz. Az olan bizdə bu idi də, SO2 idi. Gəlin tənasibi quraq. 2 mola düşür 2 mol. 2 mola 2 mol. Bəs 6 mol nə qədər düşəcək? Y. Deməli, 2 mola 2 mol. 6 mola Y. Y-imiz olacaq nə qədər? Elə 6 mol. Deməli, bizim burada SO2-miz oldu 6 mol. Deməli, bunu bilmək üçün 2 dənə şərti bilməlisiniz. 1. Başlanğıc maddələrin ikisinin də molu, ikisinin də qramı, ikisinin də həcmi verilərsə, öz mollarına, öz qramlarına, öz həcmlərinə bölürük. Və oradan az olanını tapırıq. Az olana görə məsələni həll edirik. Çox olandan isə oksigen burada baxın çox oldu. Bayaq hesablayanda 6-nı 2-yə böldük 3, 5-i 1-ə böldüm 5 elədi. Oksigenden çox olduğu üçün biz onu artıq qalan kimi götürdük. Çünki çox olduğu üçün qabın içində artıq qalacaq. Amma SO2 isə burada tam sərf olundu. Bunların qrafiklərini biz çəkmək istəyəndə baxın uşaqlar belə çəkirik qrafiklərini. Bax belə bir qrafik çəkirik. SO2 bura 6 moldur. 6 moldan SO2 tam sərf olunur. Baxın belə. Bu SO2'dir. Oksigen bura 5'dir. Oksigen 5 moldan düşdü. Bax, bura 2 mola. 3 mol sərf olundu. Bu oksigendir. SO2 isə oldu nə qədər? 6 mol. Bax, bunların qrafikləri baxın bu şəkildə göstərilir. Baxın, SO2 az olduğu üçün tam sərf olundu. Oksigen 2 mol artıq qaldı. Bu artıq qalandı. 5 mol idi başlanğıcda. SO3 isə 6 mol alındı. Bu qədər sadə. İndi keçək kütlə ilə hesablama qaydasına. Daha bir artıq qalma məsələsinin izahına baxaq sizlərlə bir yerdə. Deməli, test toplusunda belə bir sual var uşaqlar. Kalsiyum, üstəgəl kükürt, alınır kalsiyum S. Orada qeyd olunub ki, kalsiyum və kükürt hər ikisi 4 qram olarsa, kalsiyum da 4 qramdır, kükürt də 4 qramdır. Kalsiyumun ayiri bilirsiniz ki, nə qədərdir? Uşaqlar 40-dır. Kükürdün ayiri nə qədərdir? 32-dir. Biz bunu bilirik. Kalsiyumun altında yazıram 40 qram. Kükürdün altında yazıram 32 qram. Burası isə 40 üstə 32 həm də 72 qramdır. Biz bunu bildik.
72 qramdır. Biz bunu hesabladıq. Bizə lazımdır nə? Artıq qalanı tapmaq. Artıq qalan və məhsul. Məhsulun kütləsi. Yəni, artıq qalan maddənin kütləsi və məhsulun kütləsi bizə bunlar ikisi lazımdır. Yenə, bayaq biz molla hesablamışdıq. Bayaq deyəndə, yəni bundan əvvəlki videoda biz mola əsasən artıq qalanı tapmışdıq. İndi isə qrama əsasən, bunlar qramlardır, qram. Qramı tapmaq üçün nə edirsiniz? Bax, verilən qramı, 4 qramı bölürsən öz qramını. 4-ü 40-a böləndə neçə edir uşaqlar? 0,1. 4'ü 32'ye böləndə nə qədər eləyər? 0,125. Biri 0,1 edər, biri də 0,125 edər. Hansı daha azdır sorursam, əlbəttə siz 0,1 götürərsiniz, elə deyilmi? Yəni 0,1 daha azdır. Ona görə də biz məsələni nəyə görə işləyəcəyik? 0,1 az olduğu üçün az olana görə işləyəcəyik. Çünki artıq qalma məsələləri az olana görə işlənir. 4 qramı biz buradan silərik. Sildik. Yerine bir x yazarıq. 4 qram kükürdü. 4 qram kükürdün artıq qalır. Biz burada qeyd elədik. İndi tənasibi quraq. 40 qrama 32 qram düşürsə, bəs 4 qrama nə qədər düşür? X-imiz nə qədər olacaq burada? 3,2. Amma bizdə nə qədər kükürt verilib? 4 qram kükürt verilib. O 4 qramdan da 3,2 çıxanda 0,8 nə edər? Artıq qalar. Artıq qalan maddə nə olacaq? Kükürt olacaq və 0,8 qram artıq qalacaq. Deməli ki, biz bunu tapdıq. 0,8 qram kükürtdən artıq qalacaq. İndi kalsium esi məhsulu hesablayaq. Məhsulu biz nəyə görə hesablayacaq? Məhsulun kütləsi az olana görə tapılır. Olana görə tapılır. Bunu qayda dəftərinizə qeyd edin. Tapılır. İndi az olan hansıydı? Bayaq tapdığı kalsium idi. 40 qram kalsiumla 72 qram kalsium düşürsə, bəs 4 qrama nə qədər olar? Y düşər. Y-imiz olacaq 7,2 qram. Baxın, yenə təkrarlayım. 2 dənə şərti bilməlisiniz. 1. Verilən kütlələri, ikisinin də başlanğıc maddə, ikisinin də kütləsi verilərsə, az olana görə gedirik. Bölürük, öz kütlələrini az olanı tapırıq. Çox olanı silirik, kənarda yazırıq. Onun yerinə bir x qəbul edirik və ona əsasən tənasibi hesablayıb az olanın qramını tapırıq. Məhsulu isə az olana görə hesablayırıq. Bu kütlə ilə olan qayda. İndi isə bundan sonraki videoda sizə həcmlə olan artıq qalmanı izah edəcəm. Və nəzərinizə çatdırım ki, 1-ci qrupları da 4-cü qrupları da artıq qalma məsələləri hər il imtahana düşür. Yəni hər il qəbul suallarında siz bunu görə bilərsiniz. Salam uşaqlar, hər birinizin hər vaxtı xeyir olsun. Gəlin belə bir məsələnin izahına baxaq. Bu da artıq qalma məsələsidir. Sadəcə litrlə olan bir məsələdir. Bundan əvvəlki videolarda biz mol ilə bağlı artıq qalma məsələsi, kütlə ilə bağlı artıq qalma məsələsini öyrəndik. İndi isə həcmlə bağlı artıq qalma məsələsini öyrənəcəyik və hər biri də eyni mexanizmlə, eyni qayda ilə gedir. Litr verildiyi üçün dəm qazının litrini hesablayaq. 2 molumuz neçə litrdir? Uşaqlar, 44,8 litr. Oksigen 1 mol da burada 1 molumuz neçə litrdir? 22,4 litr. Verilən bu litrləri bölürük öz litrlərinə, uşaqlar, az olanı tapırıq. 44,8-i 44,8-ə böləndə neçə eləyir? 1. 11,2-ni 23,4-ə böləndə eləyir 0,5. Deməli ki, burada hansı daha azdır? Oksigen daha azdır. Çünki 0,5 alınır. Biz bunu buradan silirik. Bunu yazırıq kənarda. Deməli, 44,8 litr CO-dan nə edəcək uşaqlar? Artıq qalır. Biz bunu tapdıq. 44,8-dən 23,4 alınıbsa, bəs 11,2-dən nə qədər alınacaq? X. X-i biz buradan hesablayanda 23,4-dən 44,2-yə gələcək. Burada eləyəcək 22,4. X-i tapdıq. Deməli, dəm qazımızda 22,4 litri oksigenə sərf olunur. Tapdığımız bu 22,4 litr sərf olunandır. Onda 44,8-dən 23,4 çıxanda 22,4 litr CO nə edəcək? Artıq qaldı. Artıq qaldı. Biz bunu hesabladıq. Bu belə. İndi biz məhsulu hesablayaq. Məhsula bir y yazın. Məhsul nəyə görə hesablanır uşaqlar? Az olana görə. Bəs bizdə az olan hansıydı? Baxın, bizdə az olan oksigen idi. Axı 0,5 alınmışdı bayaq. 22,4-də
44.8 litr düşürsə, 11.2 Y düşəcək. Y-imiz də burada olacaq. Neçə? Eləyəcək. Bu da 22,4 litr. Biz məhsulda hesablamış olduq. Yenə təkrar edirəm. Məhsul az olana görə işlənilir.